Hər vaxt xeyir olsun değerli izləyicilərimiz, traderlər, həmkarlar, iqtisadçılar. Novruz bayramımız mübarək olsun. Bu bahar təravətli Novruz günləri sizə ruzi bərəkət, can sağlığı, dövlətimizə, ölkəmizə, millətimizə sülh və əmin-amanlıq gətirsin. Süfrəmiz bol olsun. Bir daha Novruz bayramımızı təbrik edirəm. Və gəlin keçək beynəlxalq maliyyə birjasında nələr baş verəcək və nələr baş verdi. Bizim bütün dünyanın fikri gündemde olan Qızılda olduğu halda, ama dünən deyək ki, bazarda möhtəşəm bir hərəkət oldu və inanılmaz bir hərəkət oldu. Türk lirəsi, dolların Türk lirəsi rəqabətində sürətlə yuxarı doğru istiqamətə davam edir. Yəni Türk lirəsi zəiflədi və 36'lardan birbaşa 40'lara qədər qalxdı. Yəni bunu biz keçən həftələrdə ayın ilin əvvəlində nəzər çatdırmışdıq. 40'lar heç de uzakta değil, ama biz bu kadar yakın olduğunu yine bilmirdik. Demək olar ki, sürətlə yuxarı doğru istiqamətə davam etdirir dollar Türk lirəsinə qarşı. Nəysə gəlin keçək biz beynəlxalq maliyyə birjasında bugün nələr baş verəcək? İlk öncə xəbərləri yəni izləyək və hansı xəbərlər olacaq? Yerli saatdan 12:30'da İsveçrədə bu mükəmməl bir xəbər olacaq. Yəni İsveçrə frankı üçün yəni bu dəhşətli dərəcədə buna təsir göstərir. Biraz ehtiyatlı olmaq lazımdır. Təbii ki, bu cütlüklərlə alqı-satqı etməyə dəyər. Ondan sonra 16:30'da İngiltərədə xəbərlər, 16:00'da İngiltərə xəbərlər var. Ondan sonra 16:30'da yenidən İngiltərədə xəbərlər var. Və sonra isə unemployment claims Amerikada 16:30'da çıxacaq. Buna da diqqət etmək lazımdır. Keçək biz funtun dolar rəqabətinə. Funtun dolar rəqabəti nə etdi və dünən 500 bugün ümumiyyətlə gündəlik missiya 575 pipsdir. Dünən 480 pips, yəni aşağı doğru istiqamətə enməsinə baxmayaraq yenidən deyək ki 550 pips yuxarı doğru istiqamətə davam etdirdi və rekord səviyyəni 1.30-150'lərə qaldı. Rekord budur, rekord Qızıldadır və Türk lirəsindədir. Bay əməliyyatları bugün 1.30-100'lərdən sellər isə 1.29-80'lərdir. Və 1.29 əsasən də 29.600'lərdən sellər daha yaxşı olardı. Bugün yəqin ki İngiltərədə yəni vacib xəbərlər var. Təbii ki funtun dolar rəqabətində və funtun digər cütlüklərə, Yaponiya rəqabətində və frankon rəqabətində dəhşətli dərəcədə yəni hərəkətlər olacaq. Mütləq bunu izləmək lazımdır. Keçək biz Euro dolar rəqabətinə. Euro dolar rəqabəti funtun dolar rəqabətindən qat-qat yəni üstündə olan gündəlik hərəkət missiyası 731 pipsdir. Dünən konkret olarak net bir siqnalla 870 pips aşağı doğru istiqamətə davam etdirən sonra günün ikinci yarısında axşam saatlarında 530 pips qalxdı yuxarı və bugün alış əməliyyatları 1.09 200'lər, satışlar isə 1.08 855'lərdir. Yenidən bugün euro dolara, funt dolara mütləq əsasən funt dolara, funtla olan rəqabətdə olan bütün valutalara diqqət edin, eləcə də franka. Qızıla gəldiğinde ise qızıl neydi? Gündəlik isə 35 dolar, dünən 30 dolar qalxdı və dediyim kimi maksimum səviyyəyə, yeni bir rekord səviyyəyə imza attı. Bugün səhər saatlarında 3057'lərə qədər qalxdı. Biz dünən axşam saatlarında VIP qrupunda, CIP qrupunda və Qonaqol Telegram kanalında da pulsuzdur bu. Qoşula bilərsiniz. Yəni burada da əsasən VIP, CIP'də biz bu akta yani Qızılın bay əməliyyatları açdıq və take profit'ı 3054'lərə təyin etdi. 55'lərə biz bilirdik. Yəni nə üçün? Çünki burada bütün rəqəmlər, hazırki rəqəmlər, yuxarı qalxış rəqəmlər, hədəflər hamısı yazılıb gün ərzində. Yəni deməsəm, səsləndirməsəm də işarə ilə. Yəni siz görürsünüz hansı rəqəmlərə qalxmasın. Yəni diqqətlə baxsınız bilərsiniz. Növbəti hədəflər haradır? Növbəti hədəflər deyək ki 3081, 3105'lərdir hələ ki. Təbii ki korreksiyaları olacaq və bay əməliyyatları bugün 3058'lərdən, sellər isə 3040'lardan aşağı formalaşarsa olacaq. Keçək biz neftə, crude oil və future spotlar. Yəni nəzər çatdım ki, təbii ki biz crude oil'dən danışırıq, future spotlardan danışırıq. Crude oil'də 1 dolar 31 senti, dünən 1 dolar 30 sent qalxdı. Bugün bay əməliyyatları 71'dən, sellər isə 70-60'lardır. Future spotlarda ise baylar 70-50'lərdən, sellər isə çox istəyirəm, yəni baylar gələcək 71-50'lərdən future spotlardan, amma sellər isə 71-10'lardan gələcək.
Keçək biz Bitcoin-ə. Bitcoin dünən bay əməliyyatları deməli dünən qızılda da bay əməliyyatları yaxşı gəldi. Gəlir verdi, deyək ki, Bitcoin-də yəni çox qəşəng sürətlə yuxarı doğru istiqamətə davam edir. Eləcə də canlı real hesablarda biz VIP kanalında hansı nöqtələrə alış-satış əməliyyatlarını canlı olaraq əməliyyatları açırıq, bir yerdə müzakirə edirik. VIP kanalında təbii ki, yalnız tələbələrimiz üçündür. Siz də tələbələrimiz olsanız, həmin VIP kanala qoşula bilərsiniz. Keçək biz Bitcoin-də. Bitcoin-də dünən yəni sürətlə yuxarı doğru istiqamətdə bu gün səhər saatlarında 87.425-lərə qədər yəni qalxdı və bu gün korreksiyalar verdi. 86.145-lərdən sonra formalaşda yenidən alışlar, 85.600-lərdən aşağı formalaşda isə satışlardır. Keçək Türk lirəsinə. Türk lirəsi demək olar ki, 40'lara çatdı. Yəni dəhşətli bir sıçrayışla dünənki Türkiyədə baş verən hadisələrdə, İstanbulda olan hadisələrdən sonra deyək ki, sürətlə yuxarı doğru istiqamət davam edir. 39.262-lərə qədər qalxdı. Hazırki vəziyyətdə 38'lərdədir və yenidən 40'lara doğru istiqamətə davam edir. Nasdaq S&P Dow Jones-a gəldi desə, dünən hər üçü yuxarı doğru istiqamətlə davam etdirdi və yüksək gəldilərlə nəticələndi. Bugün bay əməliyyatları Nasdaqda 19.938, sellər isə 19.819'larda. S&P'də isə baylar 5.716, sellər isə 5.697'lərdir. Dow Jones-a gəldidə isə baylar alış əməliyyatları 42.209'lar, satışlar isə 42.084'lərdir. Belə əzizlərim, inşallah görüşmək ümidi ilə bayramımız birdən mübarək olsun. Sabah yenidən sizinləyəm. Sağ olun.